ilk növbədə mənim gözümün önündə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən ilk növbədə onlar üçün bunu deyirdim. Çünki onlar həsrət içindəydiler. 30 il həsrət içindəydiler. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimiz də onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Bu müsahibəni izlərkən Prezident İlham Əliyevlə 1 milyon məcburi köçkün kövrəldi. 30 il bundan əvvəl yurdundan, yuvasından, ev eşiyindən didərgin düşənlər nə qədər çətin günlər yaşasa da geri dönüşlərinin ümidini itirmədilər. Çünki onların ən böyük himayədarı Prezident Ali Baş Komandan İlham Əliyev idi. Cənab Prezidentimizə biz həmişə inandıq, həmişə arxayın olduq və inandıq ki, o bizi yenidən öz torpaqlarımıza qaytaracaq. Ona görə biz məcbur köçkünlər inamımız, ümidimiz heç vaxt qırılmadı. Ona görə biz əyilmədik. Dövlət başçısı 30 il yorulmadan səbir, təmkin, diplomatik bacarıq, siyasi yolla bu insanların haqqını, hüququnu bərpa etmək üçün beynəlxalq aləmdə mübarizə apardı. Peşəkar kadrları, müasir silahları, maddi texniki bazası olan qüdrətli ordu yaratdı. Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı layihələrin icrası ilə bağlı tapşırıqlarını verdi. Yeni qəsəbələr salındı, iş yerləri yaradıldı, övladları təhsil haqqından azad edildi. Aylıq müavinətlərlə təmin olundular. Başlıcası isə doğma yurda qayıtmaq ümidlərinin sönməməsi üçün dövlət başçısı mütəmadi olaraq bu insanlarla görüşdü, söhbət etdi, torpaqlarımızın işğaldan azad ediləcəyinə söz verdi. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bir də onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə yaşayırlar ki, öz doğma torpağına qayıtsınlar. Əminəm ki, biz buna nail olacağıq. Hər kəs əmin idi ki, dövlət başçısının sözü imzası kimi bütövdür. İndi biz nəinki torpaqlarımızı işğaldan azad etmişik, artıq tarixi ərazilərimizi dünyaya nümunə olacaq bir məkana çeviririk. İnanırdım ki, biz nə vaxtsa elimizi obamıza qayıdacaq. Prezidentimiz həmişə bizim yanımızda olurdu. Mehriban xanımın həmişə qayğısını görmüşük biz məcburi köçkünlər. Mən həmişə deyirdim ki, biz vətəndə vətənsiz. Öz elimi obamı həmişə istəmişəm. Həmişə də prezidentimizin çıxışlarında qulaq asanda eşitmişəm ki, həmişə deyir ki, biz Qarabağımıza qayıdacağıq, biz o torpaqları alacağıq, bütün məcburi köçkünlər yerlərinə qayıdacaq. Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad olunan ərazilərimizə yeni nəfəs gəlir. İnfrastruktur yenidən qurulur. Füzulidən Şuşaya zəfər yolu çəkilib. Ən qısa zamanda Füzulidə yeni beynəlxalq hava limanı tikilərək istifadəyə verilib. Zəngilanda ağıllı kənd layihəsi reallaşdırılır. Bütün işlər şəhərlərin baş planlarına uyğun həyata keçirilir. Mən ikinci dəfə Ağalıya gedəndə Ağalını hələ demək olar ki, kəndimizin alındığının birliği tamam oldu. Mən kəndə gedəndə kəndi elə bir vəziyyətdə gördüm ki, ilahi, özümdən asılı ölmərək məndən bir ağlamaq çıxdı, amma o ağlamaq sevinç gözyaşları idi. Çünki kəndimizdə evlər tikilir, evlər bərpa olunur, yollar düzəlir, ağaçlar əkilir. Necə şəraitlər yaradılır burada, istilik, işıq, enerji, hər şeyə yüksək səviyyədədir. Amma vətən, torpaq hamısına gözəldir. Yavaş-yavaş biz öz torpaqlarımıza qayıdacağıq. O yəqin ki, bu mütləqdir, 30 il bunu gözləmişik, bunun həsrətində yaşamışıq. Tarixi torpaqlarımıza qayıdış təkcə doğma yurda geri dönüş deyil. Tarixi zəfərimiz insanların qəlbindəki fərəhi, üzlərindəki təbəssümü, sabaha böyük inamlarını qaytarıb. Südahibə Cahangirli, Orxan Qasımlı, Zaur Dadaşov xəbərlər.